Salam izləyicilər. Bu videoda DİM 2025-ə, yəni yeni fizika toplusuna statika mövzusundan əlavə olunan sualların izahını paylaşacağım. Xatırladım ki, bura qədər olan mövzuların hər birini paylaşmışam. Həmçinin tezliklə ayın 12-si Güvən nəşriyyatının birinci blok sınağı olacaq. O sınaq üçün də əlavə bir təkrar videosu hazırlayacağım keçən sınağının üzərində. Onu da mütləq şəkildə izləyərsiniz. Mənə dəstək olmaq üçün videonu bəyənib fikir bildirməyi də unutmayın. Başlayaq suallara. Modulca bərabər və bir müstəvi üzərində yerləşən qüvvələrdən hansının o nöqtəsi nəzərən qüvvə momenti ən böyükdür? Momentin düsturunu yazanda m bərabərdir, F vurulsun D-dir. Burada qüvvələr modulca bərabər olduğuna görə qüvvələrlə işim yoxdur. Qollarına baxmalıyam. Və qol nədir? Dayaq nöqtəsindən qüvvənin təsir xəttinə qədər olan ən qısa məsafə. Burada birbaşa dayaqdan keçən bir qüvvə var. Yəni bu ikinci qüvvədən keçir. Söhbət gedir. Ona görə D2 bərabərdir 0-dır. Bizdən ən kiçik soruşsaydı 2-ni götürərdik. Ən böyük götürəndə isə perpendikular olanı götürürəm. Çünki məsələn, iki dənəsini bir-birlə müqayisə edək. Deyək ki, F3-ün qolunu tapmaq istəyəndə qolu buradan bura qədərdir. Yəni bu D3-dür. F1-in qolu üçün uzantısını çəkib perpendikular seçməliyəm. F5-də eyni ilə. F4-də daha doğrusu. Amma F1-in qoluna baxanda F1-in qolu bu mavi xəttdir. Ən böyük olan, yəni D3-ə görə baxsaq hipotenuz rolu oynayır. Yəni D1 ən böyük olduğuna görə F1 qüvvəsinin də momenti ən böyükdür. Yəni perpendikular olana aiddir. 26. Şəkildə göstərildiyi kimi F1, F2, F3, F4 qüvvələrini tətbiq edilmişdir. Çəkisi nəzərə alınmayan çubuq O nöqtəsinə nəzərən tarazlıq şərti hansıdır? Ümumiyyətcə fırlana bilən cismin tarazlıqda qalmaq üçün momentlər cəmi 0 olmalıdır. Yəni saat əqrəb istiqamətində fırladan qüvvələrin momenti əksinə fırladan qüvvələrin momentinə bərabər olmalıdır. Saat əqrəb istiqamətində fırladan F4 və F1-dir. Əksinə fırladansa F2 və F3-dür. Ona görə yazırıq ki, deməli M4 üstəgəl M1, yəni saat əqrəb istiqamətində olanlar bərabər olmalıdır M3 üstəgəl M2-yə. Ya da F4 D4 üstəgəl F1 D1 bərabərdir F3 D3 üstəgəl F2 D2-yə. Momentlər qaydasıdır. Deməli 1 ilə 4-ün cəmi 2 ilə 3-ün cəminə bərabər olmalıdır. Saat əqrəb istiqamətində fırladan qüvvələrin momenti əksinə fırladan qüvvələrin momentinə bərabər olmalıdır. 46. Kütləsi M və uzunluğu L olan bir cins çubuq şəkildəki kimi üfüqlə müəyyən alfa bucağı altında saxlanılır. İpdəki gərilmə qüvvəsini hesablamaq üçün kəmiyyətlərdən hansıların qiymətlərini bilmək lazımdır. Bunu müəyyən etmək üçün momentlər qaydasını bura tətbiq edək. Dayaq nöqtəsi düşsün bura. O nöqtəsi. Və tam ortasına ağırlıq qüvvəsini tətbiq edirəm. Ağırlıq qüvvəsi bu şəkildə perpendikular aşağıdır. Burada da gərilmə qüvvəsi var. Bu uzantısını çəkirəm. Məsələn, ağırlıq qüvvəsinin qolunu tapmaq istəyəndə qol necə tapılırdı? Qüvvənin təsir xəttindən dayağa qədər ən qısa məsafə. Yəni ağırlığın qolu buradır. D1 deyək. Digər qüvvə isə, yəni T-nin isə qolu bu məsafədir. Bu da D2-dir. Məsələn, ağırlıq qüvvəsi ortasına tətbiq olunduğuna görə bura hipotenuzuna baxsaq, bura L bölünsün 2-dir. Onda D1-i belə yazıram. Buradan kosinüs alfa bərabərdir. D1 bölünsün L bölünsün 2, yəni D1 bərabərdir ağırlığın qolu L bölü 2 kosinüs alfaya. Sonra D2-yə baxsaq, eyni şeyi yazıram. Deməli, kosinüs alfa bərabərdir. D2 bölünsün L, artıq hipotenuzu götürürəm. Oradan buradan D2 bərabərdir L kosinüs alfa. Tarazlıqda qalmaq üçün momentlər bərabər olmalıdır. Hər qüvvəni öz qoluna vuracam. Ağırlıq qüvvəsinin qolu bu şəkildədir. Ona görə yazıram mg vurulsun L bölü 2 kosinüs alfa bərabərdir. T vurulsun L kosinüs alfa. Diqqət edirsiniz, kosinüs alfalar iki tərəfdən ixtisar getdi. L'lər buradan ixtisar getdi. T bərabərdir. mg bölünsün 2-dir. Yəni T-ni tapmaq üçün sadəcə kütləni bilsək yetərlidir. Uzunluq ixtisar getdi, alfa bucağı ixtisar getdi. Ona görə cavab yalnız 1-dir. Deməli, qüvvələri tətbiq edəndə hər qüvvənin qolunu da ayrıca tapdıq. Məsələn, D2-nin qolunu tapanda həm D2-nin qolunu, həm də D1-in qolunu tapanda hipotenuz deyil ha. Yəni mən
Məsələn, ağırlığın qolun el bölü 2 götürə bilmərəm. El bölü 2 orada hipotenuz rol oynayır. Ağırlığın qolu qırmızı xətlə verilib. Yəni bucağa bitişik katetdir. Baxın, bu katet. Bu isə ağırlığın qoludur. Ona görə yazdım. Kosinus alfa bərabərdir D1 bölü L bölü 2. Oradan D1'i tapdım. Eyni şey T'nin qolu da bu mavi xəttdir. Buradan bura qədərdir. Qolların bir yerindən sonra qüvvələri yerinə qoydum, momentləri bərabərləşdirdim. 45. Çəkisi nəzərə alınmayan çubuq 40 və 120 ton qüvvələr tətbiq olunmuş çubuğun darazlıqda qalması üçün fırlanma oxu hansı nöqtədən keçirilməlidir? Birincisi burada nəyə diqqət edirik? Qüvvələr biri digərindən 3 dəfə fərqlənir. Və momentlər qaydasına görə lincin tarazlıqda qalmaq üçün, çubuğun tarazlıqda qalmaq üçün M1 bərabərdir M2 olmalıdır. Yəni F1 D1 bərabərdir F2 D2-yə. Kəmiyyətləri yerinə qoyaq. F1 40-dır. 40 vurulsun D1 bərabərdir 120 vur D2-yə ya da D1 bərabərdir 3D2. Ya, elə bir nöqtəyə qoymalıyam ki, birinci qüvvənin qolu ikincidən 3 dəfə çox olsun. Məsələn, 2 nöqtəsinə qoya bilmərəm. Çünki 2 nöqtəsinə qoyanda qollar bərabər olacaq. 1 və 3-ə də qoya bilmərəm. Həmin yerdə qoyanda qüvvələrdən birinin momenti 0 olur. Burada cavab 4 nöqtəsidir. Çünki dayağı 4 nöqtəsinə qoyanda 4 nöqtəsindən birinci qüvvəyə qədər məsafə. Buradan diqqət edin. Buradan bura qədər məsafə 1, 2, 3 damadır. Amma ikinci qüvvəyə qədər məsafə 1 damadır. Həqiqətən kiçik qüvvənin qolu böyükdür. Yəni D1 bərabərdir 3D2-dir. 50. Bu köhnə topluluğun sualıdır. Əslində yuxarıda bəziləri var idi köhnə topluluğun sualı. İrəlidə də olacaq. Onları xüsusi olaraq saxlamışam. Bunu bəzən iki dayaqlı link kimi həll edirlər. Yəni bir dəfə T1-i MJ-yə görə T1-i tapırıq, sonra T2-ni tapırıq. Amma mən belə suallarda və buna uyğun başqa bir sual növü də var. Təsəvvür edin bu şəkildə və burada da elə yuxarıdakına uyğun olaraq çəkəcəm. İki dayaqlı link var. Dayaq varsa əlbəttə ki, orada dayağın reaksiya qüvvələri var. Hər iki sualda, yəni yuxarıdakında da, aşağıdakında da tam ortaya ağırlıq qüvvəsini əlavə edirəm. M şeyini. Və bunu nəzərə alıram. Yuxarı olanlar aşağı olana bərabər. Düzdür, yuxarıdakı sualı əldə etmək üçün buna ehtiyac yoxdur. Sadəcə MJ-yə görə qola baxacam. Yəni T1 MJ-yə görə baxıram qolu 1-dir, bərabərdir. T2 vurulsun 2-dir. Buradan alıram T1 bərabərdir 2 T2-yə. Əgər birinci ikincidən 2 dəfə çoxdursa nisbəti olacaq 2. Amma ümumən bu iki sualı həll eləmək üçün 2 dənə tənlik bilməliyik. 1. Yuxarı çəkən qüvvələr T1 üstəgəl T2 aşağı çəkən MJ-yə bərabərdir. 2. Ağırlığa görə T1 vurulsun 1 bərabərdir T2 vurulsun 2-dir. Bunları bildinizsə, MJ də məlumdursa T1-i T2-ni tapmaq olur. Aşağıdakı sual üçünsə, yəni bu reaksiya qüvvəsi üçün də yenə aşağı olan qüvvələr yuxarı olan qüvvələrə bərabərdir. Yəni yazırıq N1 üstəgəl N2 bərabərdir MJ-yə. Əlavə olaraq yenə MJ vurulsun, daha doğrusu N vurulsun, N1 vuraq 1 bərabərdir N2 vur 2-dir. Bu ikincini hardan bilirəm? Çünki buradan baxıram ağırlığa görə M1-in qolu 1-dir, N2-nin qolu isə 2-dir. Yenə qol böyük olan yerdə qüvvə kiçik olur. Hər iki tip sualı belə sistemlə həll eləmək olur. Aşağı olanlar yuxarı olanlara bərabərdir. 51. İki bərabər hissədən ibarət kürələr polad və alüminiumdan hazırlanmışdır. Üfüqi səthdə yerləşdirilmiş və bu kürələrdən hansı növ tarazlıqdadır? Tarazlığın daha dayanıqlı olmaq üçün ağırlıq mərkəzi yerə yaxın olmalıdır və dayaq sayısı böyük. Burada dayaq sayısından danışma olmaz. İkisi də kürədir. Ağırlıq mərkəzinə baxırıq. Və poladın sıxlığı çox olduğuna görə poladın kütləsi də daha çoxdur. Çünki burada bərabər hissəyə bölünüb, yəni V1 bərabərdir V2-dirsə, əgər rho polad böyükdür, rho alüminium verilibsə, deməli M polad böyükdür M alüminiumdan. Ona görə bunun ağırlıq mərkəzi təxminən bura sürüşür, digərinin ağırlıq mərkəzi isə bura. Ağırlıq mərkəzi yerə yaxın olan dayanıqlı, yerdən uzaq olan dayanıqsızdır. Buna görə bir kürəsi dayanıqsız tarazlıqdadır. Çünki bu fırlansa polad olan tərəf aşağı düşəcək. İki kürəsi isə dayanıqlıdır. A bəndi. 52. Eyni materialdan olan kürələr şəkildəki kimi tarazlıqdadır. Birinci kürənin kütləsi 1 kiloqram olarsa,
İpdə yaranan gərilmə qüvvəsini hesablayın, lincin çəkisi nəzərə alınmır. Deməli, birinci bura qüvvələr nəzərə almadan kürənin kütlə düsturunu yazıram. M bərabərdir 3-də 4 pi r kubu rhodur. Yəni kütlə radiusdan kub asılıdır. Əgər birinci kürə verirsə, yəni r kubu olan yer 1 kiloqramdırsa, 2 r'in kubu bu olacaq 8 kiloqram. Yəni kütlələrin bildik. Buradakı 1 kiloqramdır. mg, yəni 10 newton buradadır. Buradakı 8 kiloqramdır, 80 newton buradadır. Burada da bir dənə lincin gərilmə qüvvəsi var, ipin gərilmə qüvvəsi. Qüvvələri və qolları yerinə qoyub momentləri bərabərləşdirək. Deməli 10 vurulsun L sol tərəfdəki, üstə gəl T vuraq L bölü 2 bərabərdir 80 vurulsun L. Momentlər qaydası bu şəkildədir. Və burada deməli 10L buradan alıram. T bölünsün 2 vuraq L bərabərdir. 80-dən 10 çıxdım 70 elə. L'lər buradan gedir. T bölü 2 70-dirsə T bərabərdir 140-dır. Momentlər qaydasını tətbiq elədim. Öncə bunu nəzərə aldım ki, kürənin kütləsi radiusdan kubik asılıdır. Yəni R radiuslu 1 kiloqramdırsa 2R 8 kiloqramdır. 2-nin kubu 8-dir. 8 kiloqram 80 newton deməkdir mg ilə. Sol tərəfdən 10 newtondur, qolu L-dir. Sağ tərəfdən 80 newtondur, qolu L-dir. Bir də yuxarı çəkən T var. Və momentlər qaydasına görə saat əqrəbinin əksinə olan qüvvələrin momenti, yəni T ilə M1-in yaratdığı moment M2-nin yaratdığı momentə bərabərdir. 54. Bu da köhnə toplum sualıdır, amma qəbula düşə biləcək sualdır, ona görə saxlamışam. Yüklər sistemin çəkisi nəzərə alınmayan çubuqda tarazlıqdadır. İpin gərilmə qüvvəsinin modulunu hesablayın. Gərilmə qüvvəsi aşağı olan qüvvələrin cəmidir. Öncə burada P asılan yerin qoluna baxıram. 1, 2, 3, 4-dür. Buna X deyirəm. X asılan yerin qolu isə 1-dir. Ona görə yazıram P vurulsun 4 bərabərdir X vuraq 1-ə. X bərabərdir 4P. Yəni cavab 40 Newton. Və T-ni tapanda T bu ikisinin cəmidir. 40 üstə gəl 10. Cavab olur 50. Qol qısa olan yerdə qüvvə böyükdür. Sonra T-ni tapanda ikisini toplayırıq. 55. O nöqtəsinə nəzərən fırlana bilən 12 kiloqram kütləli bir cins çubuq elastik yayı üfüqi vəziyyətdə tarazlıqda saxlayır. Yayın uzanması 2 sm olarsa sərtliyi hesablayın. Əlbəttə ki, burada elastik yay olduğuna görə KX qüvvəsini bura əlavə edirəm və lincin qolu uzunluğu L-dirsə elə KX-in qolu L-dir. Ortasına ağırlıq qüvvəsini əlavə edirəm mg-ni, mg-nin qolu isə L bölü 2-dir. Yəni ağırlığın qolu ortasından dayağa qədərdir. Momentlər qaydasını yazsaq, Kx vuraq L bərabərdir. Mg vurulsun L bölü 2. L'ləri buradan apardım. Aldım. Kx bərabərdir. Mg bölünsün 2-yə. Və bu ifadədən K-nı tapsam, K bərabərdir. Mg bölək 2x-ə. Kütlə 12 kiloqramdır. 120. 2x-də 2 vurulsun. 2 vuraq 10 üstü mənfi 2. Santimetri metrə çevirdim. 120-ni 4-ə böldük 30. 30 vuraq 10 üstü mənfi 2 aşağıda yuxarı çıxdı müsbət 2. Bu da verir 3 vuraq 10 üstü 3. Cavabı kilo ilə istədiyinə görə cavab 3 kilonewton bölünsün metrdir. Kilo 1000 deməkdir. Yəni 10 üstü 3 gedir. Kiloya keçəndə elə qalır 3 kilonewton bölək metr. 56. Uyğunluğu müəyyən edin. Taracıqda olan və çəkisi nəzərə alınmayan linklər qüvvədə neçə dəfə qazanc verir? Linkin qüvvədə qazancı qollar nisbətinə görə müəyyən olur. Məsələn, burada M asılan yerin qoluna baxıram. 1-dir, F-in qolu 3-dür. Ona görə yazıram 3F bərabərdir mg, yəni F bərabərdir mg bölünsün 3. Birinci link 3 dəfə qazanc verir, ona görə 1-ə getdi B. İkinciyə baxıram. M asılan yerin qolu 2-dir, F-in qolu isə 4-dür. Ona görə fikir verirsiniz, qol dayaqdan hesablanır. 4F bərabərdir 2mg. Buradan da F bərabərdir mg bölünsün 2. 2 dəfə qazanc verir. Burada getdi A. Üçüncüyə baxıram. Burada qolu 1-dir. Buranın qolu isə 4-dür. 1, 2, 3, 4. 4-ü 1-ə böldüm. 4 dəfə də bu qazanc verir C. 1-ə B, yəni 1, 3 dəfə qazanc verdi. 2-yə A 2 dəfə qazanc verdi. 3-ə isə C 4 dəfə qazanc verdi.
Linç qüvvədə böyük qolun kiçik qola ya da böyük qüvvənin kiçik qüvvəyə nisbəti dəfə qazanc verir. 43. Sistem tarazıqda olarsa A cisminin kütləsini hesablayın. Deməli, bu tərəfə baxıram. Sol tərəfdə asılanlar tərpənən blokda asılıb. Tərpənən blokda asılıb və 2 yerə bölünür. Yəni, bu 2 ipə bölünür də deyə bilərik. Burada isə bir dənə ip var. Buradakı gərilmə buradakı gərilməyə bərabərdir. Ona görə yaza bilərəm ki, A üstəgəl 2 bölünsün 2, çünki 2 ipə bölünüb, bərabərdir 6 üstəgəl 2-yə, yəni 8-ə. Buradan A üstəgəl 2 bərabərdir 16, A da bərabərdir 14. Baxın, buranın tam olaraq məntiqi nədir? Sağ tərəfdəki ipə baxsam, sağ tərəfdəki bunlar hər biri o həmin ipdən asılıb. 2 ilə 6-nı topladım, 8 kiloqram, yəni 80 Newton buradadır. Buradakı isə 2 üstəgəl A-nın yarısıdır. Yəni 2 üstəgəl A vurulsun J, mj böl 2 yarısıdır. Yarısı olduğuna görə mən heç J-ləri nəzərə almadım. Yəni hər tərəfdə J vardı. Burada J var, burada da J var. J-ləri ixtisar apardım. Bərabərləşdirib buradan A cisminin kütləsini tapdıq. 45. Bu da köhnə toplumun sualıdır. Sadəcə, deməli, soruşulan sual olduğuna görə bunu da götürmüşəm. 200 kiloqram kütləli cisim tərpənməz blok vasitəsilə 4 metr hündürlüyə bərabər sürətlə qaldırılır. İpin sərbəst uzuna tətbiq olunan qüvvəni və ipin sərbəst uzunluğunun yer dəyişməsini modulunu hesablayın. Tərpənməz blok qüvvədə qazanc vermir. Tərpənməz olduğuna görə F bərabərdir elə mc-dir. 200 kiloqram 200 vurulsun 10 olur 2000 Newton. Və tərpənməz blokda cisim hansı hündürlüyə qalxırsa, ip də həmin hündürlüyə, ip də o qədər də artırılacaq. Ona görə S ip bərabərdir, S yükdür, o da 4-ə bərabərdir. Ona görə cavab 2004 A variantıdır. 51. Blokun köməyi ilə kütləsi 700 kiloqram olan yük bərabər sürətlə qaldırılır. İpin sərbəst uçuşun sürəti 0,14-dür. Nə qədər müddətə yükün potensial enerjisi dəyişməsi 14 kilojoule olar. Birincisi, yükün potensial enerjisi deyir. Bunu bu 51-i burada həll edeyim. Çünki aşağıda yer qalsın. 51-ci sualda öncə belə bir şey yazıram. Delta Y potensial bərabərdir mj vurulsun h. Bu düsturdan h-ı tapsam, h bərabərdir delta Y potensial bölünsün mj. H onun qaldırıldığı hündürlükdür. Kəmiyyətləri yerinə yazıram. Yəni 14.000 bölünsün mj 7.000. Böldüm, buradan tapıram 2. Deməli, yük 2 metr hündürlüyə qaldırılıb, amma ipin sürəti verilib 0,4. Burada belə eləyə bilərəm. Öncə yükün sürətini taparam. Yazıram V yük bərabərdir. Tərpənən blok olduğuna görə sistem 2 dəfə qazanc verir. V yük bərabərdir. V ip bölünsün 2. Yəni 0,4 bölünsün 2. Bu oldu 0,2 metr. Böl saniyə. Və zamanı tapanda T bərabərdir. H bölünsün V y-dir. 2 bölünsün 0,2. Cavab olur 10 saniyə. C variantıdır. Deməli, bu sualda başdan belə bir şey eləyə bilərdik. Əgər ipin sərbəst uzunluğu sürət 0,14 veribsə, yükün sürətini götürürük 0,2. Yükün sürəti 2 dəfə azdır. Hündürlüyü tapanda baxıram, yük 2 metr yuxarı qalxıb. 2 nətər tapdım? Bu mj-yə böldüm, biopotensialı. 14.000-i böldüm 7.000-ə oldu 2. 2-ni də 0,2-yə bölürəm, cavab olur 10 saniyə. 52. İki blokdan aşırılmış ipin uclarında 150 qram və 200 qram kütləli yüklər asılmışdır. Bloklar arasında ipdəki hansı kütləli yük asmaq lazımdır ki, bucaq 90 dərəcə qiymətinə sistem tarazlıqda olsun. Öncə bura tətbiq olunan qüvvələrə baxıram. Bunu M1 ilə işarələdim. Bunu M2 ilə işarələdim. Bu da M olsun. Bu tərəfdən aşağı çəkən M2J-dir. Tərpənməz blok olduğuna görə bunu elə M2J kimi bura köçürürəm. Bu tərəfdən aşağı çəkən M1J-dir. Yenə tərpənməz blok olduğuna görə bunu belə çəkirəm. İkisi bir-birinə perpendikulyardır. O zaman əvəzləyici üçün belə bir şey yazmaq olar. M2J-nin kvadratı üstəgəl M1J-nin kvadratı bərabərdir MJ-nin kvadratına. Deməli, hər tərəfdə kvadrat var. Bu J kvadratlarını ixtisar aparsam hər tərəfdən belə bir şey alıram. M2-nin kvadratı üstəgəl M1-in kvadratı bərabərdir M kvadratına. Əgər M-i tapası olsam, M bərabərdir kök altda M1-in kvadratı üstəgəl M2-nin kvadratı. Deməli, 200-ün kvadratı 40.000 üstəgəl
150'nin kvadratı da 225 0 0. Toplayanda buradan deməli 40 min, bu da 22.500'dür. 62.500 eləyir. Çıxır buradan 250 qram. Düsturun alınması buradadır. Yəni ortada olan üçün. İstəsəz bunu qüvvələrlə də yaza bilərsiniz. Qüvvələrlə də yazanda bu tərəfdə 1,5 newtondur. 150 qram 0,15 kiloqramdır. Burada 2 newtondur. 2 ilə 1,5 bir-birinə perpendikulyardır. Kök altda kvadratlar cəmi ilə qüvvəni tapıb sonra kütləni də hesablaya bilərsiniz. 56-ın da cavabların yox, sadəcə özünü saxlamışam. Bu sinif testindən götürülmüş sualdır. Həm də köhnə toplumda, amma qəbula düşə biləcək sual tipidir. İplərin sərbəst uzuna tətbiq olunan qüvvələri müəyyən etməliyik. Birinciyə baxıram. Birinci sistem qüvvədə 2 dəfə qazanc verir. Tərpənən blokdan 2 dənə bu 2 ifə bölünür. Fikir verirəm ki, yük asılan yer. Ona görə yazıram F1 bərabərdir. M1J bölünsün 2. Kəmiyyətləri yerinə qoyuram. Birincinin kütləsi verilib 12 kiloqram. Yəni 120 bölü 2 bərabərdir 60'dır. F1 60 newtondur. İkinci sistemə baxıram. Bu da 2 dəfə qazanc verir. Ona görə yazıram F2 bərabərdir. MC bölünsün 2'yə. Amma M2C bölü 2. İkinciden asılan yük 8 kiloqramdır. 8 vur 10 bölü 2. 82'ye böldük 40. Gəldik üçüncüyə. Üçüncü isə qüvvədə qazanc vermir. Bunun ikisi də tərpənməz blokdur. Sadəcə biri aşağıdan, biri yuxarıdan bağlanıb. Qazanc vermədiyinə görə F3 sadəcə M3J-yə bərabərdir. Üçüncünün kütləsi 10 kiloqramdır. Onu ona vurdum. Cavab oldu 100. Birinci və ikinci sistem hərəsi 2 dəfə qazanc verir. Ona görə onlarda MC bölü 2'dən getdik. Amma üçüncü sistem qazanc vermir. İkisi də tərpənməz blokdur. Bir ipə bağlıdır. Ona görə də elə olduğu kimi qalır. Yəni MC ilə gedir. 55. Lincin tarazlıqda qalması üçün ipin sərbəst uzuna hansı F qüvvəsi ilə təsir etmək lazımdır? Sürtünmə, linç və blokun kütləsi nəzərə alınmır. Bunu iki üsulla həll edə bilərəm. Öncə bu tərpənən blokdur. Əgər bunun sol tərəfi F-dirsə, sağ tərəfi də F-dir. Deməli bu hissə olacaq 2F. 2F'in qoluna baxanda 2F'in qolu 3'dür. Burada MC var. Bunda qolu 1'dir. Ona görə yazıram 2F vurulsun 3 bərabərdir. MC vurulsun 1'ə. Buradan F'i tapsam F bərabərdir. MC bölünsün 6. Kütlə 6 kiloqramdır. 6 vur 10 bölünsün 6. Cavab olur 10 newton. Və yaxud bunu həll eləməyin başqa bir yolu da var. Necə həll edərəm? Öncə lincə görə gedərəm. Baxaram lincdə yük asılan yerin qolu 1'dir. Buranın qolu 3'dür. Yəni 3 dəfə qazanc verir. 60 bölünsün 3 bərabərdir 20. 20 də tərpənən blokda 2 ipə bölündüyünə görə hər ipə 10 newton düşür. Yəni bu sistem qüvvədə 6 dəfə qazanc verir. Qazancı tapanda ayrı-ayrı qazancları tapıb bir-birinə vururuq. Mail müstəviyə aid 9-cu sual. M kütləli cisim blokun köməyi ilə hamar mail müstəvi boyunca sabit sürətlə qaldırılır. Sistem qüvvədə neçə dəfə qazanc verir? Deməli, öncə bloka diqqət edəcək. Buradakı blok tərpənən blokdur. Yəni, blok 2 dəfə qazanc verir. Mail müstəvinin qazancı da 1 böl sinüs alfadır. Yəni 1 bölünsün 0,5'dir. Bu da 2 dəfədir. Sistemin qazancı olacaq 4 dəfə. Qazancları ayrı-ayrı tapıb bir-birinə vururuq. Mail müstəvinin qazancını ya 1 bölünsün sinüs alfa ilə ya da L bölünsün H ilə tapırıq. Onsuz da eyni şeydir bunlar. 10. M kütləli cisim blokun köməyi ilə hamar mail müstəvi boyunca sabit sürətlə qaldırılır. Sistem qüvvədə neçə dəfə qazanc verir? Buradakı bloka baxsam bu tərpənməz blokdur. Tərpənməz blok olduğuna görə blok qazanc vermir. Amma mail müstəvi 2 dəfə qazanc verir. Ona görə sistemin də qazancı elə 2 dəfədir. 11. Sadə mexanizmlər üçün uyğunluğu müəyyən edin. Burada variantlar digərləri düşübmü? Düşməyib. Təəssüf ki, digər variantlar silinib. Ona görə bu sualı izah eləməyəcəm. Sadəcə bu 2 dəfə qazanc verən bir sadə mexanizmdir. 13. İpin sərbəst uzunluğunun sürəti 12 metr bölü saniyədir. Kütləsi 40 kiloqram olan yükün kinetik enerjisini hesablayın. Birinci bu sistemə baxsam, sistem qüvvədə 4 dəfə qazanc verir. 4 dəfə qazanc verdiyi üçün mexanikanın qızıl qaydasına görə V bərabərdir 4 V yükə. Öncə burada yükün sürətini tapıram. V yük bərabərdir V bölünsün 4. Yəni 12-ni 4'ə bölürəm 3.
Sonra yükün kinetik enerjisini tapsam və ipdə heç vaxt kinetikdən danışa bilmərəm, kütləsi nəzərə alınmır. Kinetik bərabərdir m v yükün kvadratı bölü 2. Kütlənin yerinə 40-ı qoyuram. Sürəti, yükün sürəti 3-dür, kvadratı 9 bölü 2. 20 vur 9, 180. 14. Çəkisi nəzərə alınmayan çubuq tarazlıqdadır. Dayağın reaksiya qüvvəsini hesablayın. Deməli, bura tətbiq olunan qüvvələrə öncə baxsam, reaksiya qüvvəsi də buradadır. Dayağın reaksiya qüvvəsi. Tarazlıq halında yuxarı olan qüvvələr aşağı olan qüvvələrə bərabərdir. Ona görə n üstə gəlib bərabərdir 35, yuxarı olan aşağı olana bərabərdir. Buradan da n-i tapanda n bərabərdir 35 çıxılsın f. Sonra qolları nəzərə alsaq, baxıram 35-in qolu 2-dir, f-in qolu isə bir saniyə. Deməli 35-in qolu 2-dir, f-in qolu isə buradan bura qədərdir. 1, 2, 3, 4, 5, 6, 7-dir. Ona görə momentlər qaydasını öncə yazdım. 7f bərabərdir 35 vurulsun 2, yəni 70-ə. F də bərabərdir 10. F 10-dursa 35 çıxılsın 10, cavab olur 25. Deməli, öncə momentlər qaydasını yazdım. Momentlər qaydasını yazmadan bu düsturu da nəzərə almaq lazımdır. Deməli, momentlər qaydası belə oldu. 7f bərabərdir 35 vur 2-yə, yəni 7f bərabərdir 70-ə, f də bərabərdir 10. Və sonra yazdım ki, n üstə gələ f bərabərdir 35, deməli, n bərabərdir 35 çıxılsın f-dir. 35-dən də 10 çıxanda qalır 25. 15-ci sual. M kütləli yükü sabit V sürəti V yükdür. İpin sərbəst uzunun yükə nəzərən sürəti nəyə bərabərdir? Birincisi, əgər yükün sürəti V-dirsə, sistem 4 dəfə qazanc verdiyinə görə yazıram V ip bərabərdir 4V yükə, yəni bu da olur 4V. İstiqamət eyni olduğuna görə, əgər ipin yükə nəzərən sürətini tapıramsa, 15-ci sualdır bu, V ip yük bərabərdir V ip çıxılsın V yük, çünki eyni istiqamətdədir. İpin yerinə 4V, yükün yerinə V qoyanda cavab olur 3V. Qayda eynidir, eyni istiqamətdə olanda sürətlər çıxılır, əks olanda toplanır. Burada ip də yuxarı qalxır, yük də yuxarı qalxır. 11. Tərpənən blokun köməyi ilə qaldırılan yükün impulsunun modulunun ipin sərbəst uzunluğun sürətinin modulundan asılı qrafik verilmişdir. Yükün kütləsini hesablayın. Deməli, birinci burada impulsa görə ipin sürəti verilibsə, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Ona görə də əgər ipin sürəti 0,, burada nədir? Yükün impulsunun ipin sərbəst uzunluğun sürətindən. Məsələn, bu nöqtəni götürürəm. Bu nöqtədə P yük bərabərdir 10-dur. V ip bərabərdir 1-dir. O zaman V yük bərabərdir V ip bölünsün 2, yəni 0,5-dir. Yükün sürəti 0,5-dir. İmpulsun 10 olduğu nöqtədə. Yükün sürəti 0,5-dirsə, bu ifadədən mən əgər yükün kütləsini tapsam, P yük bərabərdir M yük V yük. Buradan da M bərabərdir 10 bölünsün 0,5, cavab olur 20. Tərpənən blok olduğuna görə ip yükdən 2 dəfə çoxdur və yükün impulsunu tapanda yükün sürəti işlənməlidir orada. İpin yox. 16. M kütləli yük yer dəyişməsi h-dır. İpin sərbəst uzunluğun yer dəyişməsinin yükün yer dəyişməsinə nisbəti nəyə bərabərdir? Deməli, burada yükün yer dəyişməsi h-dırsa, sistem qüvvədə 4 dəfə qazanc verdiyinə görə, deməli, h ip bərabərdir 4h yükdür, yəni 4h-dır və ipin yer dəyişməsinin yükün yer dəyişməsinə nisbəti 4h bölünsün h, cavab olacaq 4. 17. Bir cins tirin kütləsi 60 kiloqramdır və sistem tarazlıqdadır. F qüvvəsinin qiymətini hesablayın, blokun kütləsi və sürtünmə nəzərə alınmır. Deməli, burada birincisi, bir cins tir kütləsi 60 kiloqramdır. Ağırlıq mərkəzinə, yəni tam ortasına ağırlıq qüvvəsini əlavə edirəm. 600 Newton. Və bizdən F qüvvəsinin qiymətini istəyir. Burada 600 Newtonun qoluna baxıram. Bunun qolu 5-dir. Buranın qolu isə 10-dur. Bura F-dirsə, bura da F-dir. Deməli, yuxarı çəkən olacaq 2F. Onda momentlər qaydasını yazanda 2F vurulsun 10 bərabərdir
600 vurulsun 5'e. Sıfırın biri buradan ixtisar apardım. 2F bərabərdir 300'e. F de bərabərdir 150'ye. Lynch 2 dəfə qazanc verir. Buradakı lynch blok da 2 dəfə qazanc verir. Sistem 4 dəfə qazanc vermiş olur. 18. Bir cins tirin kütləsi 20 kiloqramdır. Sistem tarazlıqdadır. F qüvvəsinin qiymətini hesablayın. Yenə tam ortasına ağırlıq qüvvəsini əlavə edirəm. 20 kiloqram, yəni 200 newton. Qoluna baxıram. Bunun qolu 5'dir. Bu tərəfin qolu isə 10'dur. Və bura F-dirsə, bura da F-dir. Çünki tərpənməz blokdur. Ona görə yazıram 10F bərabərdir 5 vurulsun 200. F də bərabərdir 1000 newton. Daha doğrusu 100 newton. 14. Qüvvədə 4 dəfə qazanc verən mal müstəvinin sürüşən cismin təcili nəyə bərabərdir? Sürtünmə nəzərə alınmır. Deməli, 19-cu sualda birinci sürtünmə nəzərə alınmayanda mail müstəvi üzərində yazırıq MA bərabərdir MJ sinüs alfaya. Buradan M-ləri ixtisara aparanda A bərabərdir J sinüs alfa. Və mail müstəvinin qazancı da 1 böl sinüs alfa olduğuna görə 1 böl sinüs alfa bərabər 4-dürsə, deməli sinüs alfa bərabərdir 4-də 1-ə. Gətirib yerinə qoysam J bölünsün 4 verəcək. Ya da J'nin yerinə 10 götürsək 2,5. 20-ci sual. Böyük blokun radiusu kiçik blokun radiusundan 3 dəfə böyükdür. F 100 newtonlarsa yükün kütləsini neçə deməli köməyi ilə kütləsi neçə kiloqram yükü tarazda saxlamaq olar? Blokun oxundakı sürtünmə qüvvəsi və blokun kütləsini nəzərə almayın. Deməli burada tətbiq olunan qüvvələrə baxsam, aşağı doğru MJ çəkir. MJ-nin qolu R-dir. F-in qolu isə 3R-dir. Çünki radius 3 dəfə böyükdür. Ona görə yazırıq F vurulsun 3R bərabərdir. MJ vurulsun R. R-ləri buradan ixtisar aparanda F bərabərdir. MJ bölünsün 3 ya da M bərabərdir. 3F bölünsün J. Yəni 3 vurulsun 100 bölünsün 10. Cavab 30 kiloqramdır. Qollara diqqət eləsəz. Burada üzərində göstərim. Baxın. MJ-nin qolu bu qədərdir. R-dir. F-in qolu isə buradan bura qədərdir. Yəni 3R-dir. Və momentlər qaydasını yazanda burada dayaq olsun. Momentlər qaydasını yazanda 3R vurulsun F bərabərdir. MJ vuraq R-dir. Buradan da M-i tapırıq. 21. Kütləsi 10 kiloqram olan bir cins tir o dayaq üzərində üfüqi vəziyyətdə tarazlıqda olarsa yayda yaranan elastiklik qüvvəsini hesablayın. Deməli, bir cins tirin tam ortasına ağırlıq qüvvəsini MJ-nə əlavə edirəm. Yay olan tərəfə də KX əlavə edirəm. MJ-nin qolu 1'dəmadır, KX-in qolu 2'dir. Və mütləq momentlər qaydasını bura əlavə eləməliyəm. Bu 21-ci sualda momentlər qaydasına görə hər qüvvə öz qoluna vurulacaq. MJ vurulsun 1 bərabərdir KX vuraq 2-yə. Və burada elastiklik qüvvəsini tapsam, yəni KX-i tapıramsa, bu verir MJ bölünsün 2. Kütləyə baxanda kütləsi 10 kiloqramdır. 100 bölü 2 cavab olur 50 newton. Elə bil ki, F vuraq 2 də yaza bilərdim. 22. Kütləsi 20 kiloqram olan cisim o dayaq üzərində üfüqi vəziyyətdə tarazlıqdadır. Yayda yaranan elastiklik qüvvəsini hesablayın. Yenə bura qüvvələri tətbiq etsəm, ağırlıq qüvvəsi ortasına tətbiq olunur. Yəni ağırlıq buradadır. Elastiklik qüvvəsi isə buradadır. Və qolları yerinə qoysam, elastikliyin qolu 1, 2, 3, 4, 5-dir. Ona görə də 5 F elastik bərabərdir. MJ vurulsun 2. Buradan bura. Buradan F elastikliyi tapanda 2 MJ bölünsün 5. Kəmətləri yerinə qoyuram. 2 vuraq, 20 vuraq, 10 bölünsün 5. 20-ni 5'ə böldüm 4, 2 böldüm 8, cavab da olur 80. 23. Linkdən asılan cisimlərin kütləsi M2 8 kiloqramdır. Sistem tarazda olduğunu bilərək blokdan asılmış yükün
kütləsini hesablayın. Sürtünmə nəzərə alınmır, lincin və blokun çəkisi nəzərə alınmır. Deməli, M1 asılan yerə baxıram. M1 asılan yerdə bu tərpənən blok olduğuna görə 2 yerə bölünüb. Yəni, bura tətbiq olunan qüvvəni yazaram. M1C bölünsün 2. Qoluna baxıram. 1, 2, 3, 4-dür dayağa görə. Burada isə qol 1, 2, 3-dür. Və momentlər qaydasını yazırıq. M1C bölünsün 2. İfadə edərsiniz ki, tərpənən blok olduğuna görə 2 yerə bölünür. Vurulsun 4. Buradan bura qədər qolu bərabərdir. M2C vurulsun 3. Buradan ixtisar eləyirəm. J'ləri aparıram. 2M1 bərabərdir 3 M2-yə. M2 8 kiloqramdırsa, buradan M1-i tapanda 3 vurulsun 8 bölü 2. 3 dəfə 8-im 24, 2-yə böləndə 12 kiloqram. Yenə sırf momentlər qaydasını deməli nəzərə aldım. Sadəcə burada M1 asılan yer tərpənən blokdan asıldığına görə 2 yerə bölünür. Ona görə M1C bölünsün 2-ni vurdum 4-ə, bərabər elədim. M2C vurulsun 3-ə. 24. Linç və tərpənən blokdan ibarət sistem qüvvədə neçə dəfə qazanc verir? Lincin və blokun çəkisi nəzərə alınmır, bölgülər bərabərdir. Birincisi, sistemin qazancından danışırıqsa, qazanclar tapılır, bir-birinə vurulur. Lincin qazancına baxıram. Lincin qazancı qollardan biri 2, digəri isə 1, 2, 3, 4, 5, 6-dır. Ona görə lincin qazancın 6 bölü 2, 3 dəfə qazanc verir. Buradakı tərpənən blok olduğuna görə blok da 2 dəfə qazanc verir. Deməli, sistem 2 vurulsun 3 bərabərdir 6 dəfə qazanc verir. Çünki burada belə bir şey yazaram. Yazaram 2F bərabərdir. Buradan 2F vurulsun 6 bərabərdir MC vurulsun 2-yə. Buradan da F bərabərdir 2MC bölünsün 12 ya da MC bölünsün 6. Qazancları ayrı-ayrı tapıb bir-birinə vururuq. 26. Dayaq üzərində bir cins tirin kütləsi 30 kiloqramdır. Tiri tarazlıqda saxlayan yayın uzanması 2 sm olarsa yayın sərtliyini hesablayın. Cavab kilonewton bölü metrləndir. Birinci tam ortasına ağırlıq qüvvəsini əlavə edirəm MJ-ni. Və ağırlığın qoluna baxıram. Ağırlığın qolu 2 damadır. Burada da KX elastiklik qüvvəsi yaranır. Elastikliyin qolu isə 5 damadır. Və momentlər qaydasını yazıram bu 26-ya uyğun. KX vurulsun 5 bərabərdir. MJ vurulsun 2-yə. Bizdən soruşulan yayın sərtliyidir, yəni K-dır. Onda K-nı tapsam, K bərabərdir. 2mc bölünsün 5x. 2 vurulsun. Kütlə 30 kiloqram. J 10. 5x də 2 santimetr. Bunu yazıram 5 vuraq, 2 vuraq, 10 üstü mənfi 2. Metrə çevirdim. 5 dəfə 2 10 eləyir. Bu onunla ixtisar elədim. 2-ni 30-a vurdum. 60. 60 vuraq 10 üstü mənfi 2. Ya da 6 vuraq, üzr istəyirəm, müsbət 2 ya da 6 vuraq 10 üstü 3. Yəni 6 kilonewton bölünsün metr. Burada cavabı 6 olaraq tapmalısınız. Cavabı kilonewton bölü metrdən istəyir. Yenə sırf momentlər qaydasını tətbiq elədim. Sonra 27. Çəkisi nəzərə alınmayan çubuq üfüq vəziyyətdə tarazlıqdadır. Çubuq ipin T gərilmə qüvvəsini hesablayın. Yəni bu təpə nöqtəsindəki gərilməni istəyir. Burada öncə qollara baxıram. 12 Newton asılan yerin qoluna baxıram 2-dir. Daha doğrusu 12 Newton yox, 13 kiloqram. Digər tərəfə baxanda, deməli, digər tərəfin qolu 1, 2, 3, 4, 5, 6-dır. Onda 27-də birinci biz M2-ni tapmalıyıq. Momentlər qaydasına görə M1C vurulsun 2 bərabərdir. M2C vurulsun 6-ya. Buradan J'ləri ixtisara apardım. Alıram ki, 2M1 bərabərdir 6M2-yə ya da M1 bərabərdir 3M2. Və M2 bərabərdir 12 bölünsün 3 oldu 4 kiloqram. T-ni tapanda T aşağı çəkən qüvvələrin cəmidir. Ona görə yazaram ki, T bərabərdir M1C üstəgəl M2C. 12 kiloqram 120 Newton eləyir. 4 kiloqram 40 Newton. Toplayanda cavab olur 160. 27-nin həlli ümumi bu şəkildədir. Öncə momentlər qaydasına görə tapdım ki, ikincinin kütləsi nə qədərdir. Sonra da yuxarıda da o tip bir qayda demişdim. Yuxarı olan qüvvələri aşağı olan qüvvələrə bərabərləşdirdim. Yəni T-ni yazdım M1C üstəgəl M2C kimi. 28. Tərpənən blok vasitəsilə ipin sərbəst uzunluğuna 80 Newton qüvvə tətbiq etməklə uzunluğu L olan bir cins çubuq sabit sürətlə yuxarı qaldırılır.
Çubuğun uzunluğunun 4də 3 hissəsini kəsib çıxartdıqda ipin sərbəst uzuna hansı qüvvə tətbiq etmək lazımdır ki, çubuq sabit sürətlə yuxarı qalxsın? Birinci, burada tərpənən blok olduğuna görə bura 80-dirsə, bura da 80-dir. Ona görə yazıram mc bərabərdir 160. Buradan m bərabərdir. Lap j-ni 10 götürsəm, 160-ı 10-a bölürəm 16 kiloqram. Ya da 16 böləcək kimi yadda saxlama olar. Əgər biz bunun 4də 3-ün kəsib çıxarırıqsa, eyni maddədir, m bərabərdir rho v-dir. Əgər rho v 16-dırsa, m vurulsun, m bərabərdir, bu m2 olsun, rho vurulsun 4də 1v. Niyə 4də 1? Çünki 4də 3-ü gedirsə 4də 1-i qalır. Və 4də 1-nə bunu artıq oldu rho v bölünsün 4, yəni 4 kiloqram. İndi F-i tapsam, F bərabərdir. M2J bölünsün 2-dir. 4 vuraq 10 bölü 2 cavab olur 20 Newton. Deməli, izahın belə yazacağın 28-də tərpənən blok olduğuna görə qüvvədə 2 dəfə qazanc verir. Sol tərəf 80-dirsə, sağ tərəfdə 80-dir. Ümumi yuxarı 160 Newton qüvvə çəkir. Ya da yaza bilərsiniz ki, elə mc bölünsün 2 bərabərdir 80-ə. Buradan m 16 kiloqramdır. Əgər j-ni 10 götürsək, ya da yaza bilərik mc bərabərdir 160. Sonra mən bunun 4də 1-ini kəsib çıxarıramsa, qalır 4də 3-ü. Üzr istəyirəm. 4də 3-ünü kəsib çıxarıramsa, qalır 4də 1-i. Həcm 4 dəfə azalırsa, kütlə də 4 dəfə azalır. Onda tətbiq olunan qüvvə də 4 dəfə azalacaq. Belə də yaza bilərsiniz. Çünki mc bölü 2 ilə yazır. 29. Uzunluğu 4 metr, kütləsi 20 kiloqram olan bir cins lingə 400 Newton qüvvə tətbiq edərək tarazlıqda saxlanılır. Dayaqdan 1 metr məsafədə asılmış A cisminin kütləsini hesablayın. Öncə tam ortasına ağırlıq qüvvəsini tətbiq edirik. mc-ni. Və qolları burada qeyd eləsəm, məsələn, A nöqtəsindən asılan buna MA vurulsun, J yazacağım. Bura tətbiq olunan qüvvə. Bunun qolu 1 metrdir. Şərtdə deyir 1 metrdən asılıb. F'in qolu ümumi uzunluqdur. Yəni F'in qolu 4 metrdir, amma mc'nin qolu, lingin ağırlıq qüvvəsinin qolu isə 2 metrdir. İndi momentlər qaydasını yazanda F vurulsun 4 bərabərdir. mc vurulsun 2 üstəgəl MAJ vurulsun deməli 1. Və bu ifadədə kəmiyyətləri yerinə qoysaq F4-dür. Bu F400-ü 4-ə vuranda olur 1600 bərabərdir. mc buradan ayrıca kənarda hesablayayım. mc bərabərdir 20 vurulsun 10 200. Yəni 200 vurulsun 2 üstəgəl MAJ vurulsun 1. Buradan 200 2-yə vuranda 400, 1600-dən 400 çıxanda qalır 1200. Alıram 1200 bərabərdir MAJ-yə. Buradan da MA bərabərdir 1200 bölünsün 10. Cavab 120 kiloqram. Sırf momentlər qaydasına görə saat əqrəbinin əksinə olan qüvvənin momenti, yəni F vur 4, saat əqrəbi istiqamətində olan MAJ ilə MJ-nin deməli momentləri cəminə bərabərdir. Ona görə F vur 4-ü bərabər elədim, MJ vur 2. 2 olduğunu hardan bilirəm? Çünki ağırlıq qüvvəsi tam ortasına tətbiq olunur. Üstəgəl MAJ vuraq 1. 30-cu sual. Kütləsi 30 kiloqram olan bir cins linkdən kütləsi MA bərabərdir 120 kiloqram olan yük asılmışdır. A cisminin dayaqla 1 metr məsafədə 300 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. A cismi dayaqdan 1 metr məsafədə 300 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. Linkin uzunluğunu hesablayın. Deməli, linkin uzunluğuna ümumi bir L deyək. Ümumi uzunluq bu qədərdir. Və ümumi uzunluq L-dirsə, deməli, buranın uzunluğu, çünki A cismini dayaqdan 1 metr məsafədə yerləşdirib, buranın uzunluğu 1 metrdirsə, buranın uzunluğu olacaq L çıxılsın 1. Bir də ağırlıq qüvvəsi, yəni ortasına ağırlıq qüvvəsi əlavə edirəm. Bu ağırlıq qüvvəsinin qolunu tapanda ağırlıq qüvvəsi deyək ki, bura tətbiq olunub, ortası bura olsun. Bunun qolunu necə tapa bilərəm? Deməli, ya
L çıx 1-dən L bölü 2-ni çıxaram, ya da 1-in üzərinə L bölü 2 gələrəm. Daha doğrusu L bölü 2-dən 1-i çıxaram. İkisi də eyni şey olacaq. Çünki məsələn buradan bura qədər məsafə L bölü 2-dir. Bura bir x desəm, yazıram 1 üstəgəl x bərabərdir L bölünsün 2-yə. Buradan x nəyə bərabərdir? X bərabərdir L bölü 2 çıxılsın 1. Və yaxud digər bir üsulla yaza bilərəm. Yazaram ki, L çıx 1 üstəgəl x bərabərdir L bölü 2. Üzr istəyirəm. L bölü 2 yox. Digər tapma üsulu da belədir. Yazaram ki, deməli x üstəgəl L bölü 2 bərabərdir L çıxılsın 1. Buradan digər tərəfə keçirəndə yenə x bərabərdir L bölü 2 çıxılsın 1 olacaq. X dediyimiz ağırlıq qüvvəsinin qoludur. Çünki momentlər qaydasını tətbiq eləmək üçün birinci əsas problem qolları dəqiq tapmaqdır. X məsafəsini tapdıq. İndi momentlər qaydasını tətbiq eləyək. Deməli, MA vurulsun J vurulsun 1. Sol tərəfdəki qüvvə. Bu bərabərdir. MJ vurulsun L bölü 2 çıxılsın 1 üstəgəl F vurulsun L çıx 1. Çünki F qüvvəsinin qolu L çıxaq 1-dir dayaqdan hesablayanda. MA 120 kiloqramdır. Bu verir 1200. Ona vurdum. Bərabərdir. MJ kütləsi 30 kiloqramdır. Yəni bu 300 vuraq L bölü 2. 300 vuraq. Mötərizənin içində L bölü 2 çıxılsın 1. Bərabərdir. F də verilib 300 Newton. 300 vuraq L çıx 1. Mötərizələri vurub atsaq 1200 bərabərdir. 300-ü L bölü 2-yə vuranda olur 150 L. Çıxılsın 300. Burada ortada bərabər yox, üstə gəldi. Üstə gəl 300 L çıxılsın 300. Buradan L'lərdən qalır, deməli 450 L. 1200 ilə də 600-ü toplayıram, cavab olur 1800. Sıfırın biri getdi, 180 də 45-ə böləndə L bərabərdir, deməli 4 metr. Lincin uzunluğu 4 metrə bərabərdir. Lincin uzunluğu 4-dür. O zaman bura, bu F'in qolu 3-dür. Ağırlığın qolunu tapanda isə 4-ü 2-yə bölürəm. 2, 2-dən də 1 çıxanda ağırlığın da qolu 1 olur. Yerinə qoyub hesablayıb cavabı tapa bilərik. Momentlər qaydası bu şəkildə oldu. MAJ vurulsun 1 bərabərdir. MJ vuraq L bölü 2 çıxaq 1. Çünki ağırlığın qolu bu şəkildədir. Yəni X. Üstə gəl F vurulsun L çıx 1. Sonra burada sadələşdirib F'i kənarlaşdırdım. 31-ci sual. Uzanmayan çəkisiz ipdən asılmış cisimlər sükunət vəziyyətindən sərbəst buraxılır. Kütləsi 1 kiloqram olan cisim 2 metr aşağı endikdə sürəti 4 metr bölək saniyə olmuşdursa, ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Deməli, burada sürət məsələsinə görə əslində qalsa təcili tapa bilərəm. Çünki sükunət vəziyyətindən başlayırsa, V0 bərabərdir 0-dır, V0 0-dırsa, V bərabərdir AT. Buradan 4 və AT ilə buradan təcili tapmaq çətin olar, amma bizə verilənlərə diqqət eləsək, nələr verilib? S verilib, S bərabərdir 2 metr, V bərabərdir 4, A bərabərdir suala. O zaman S bərabərdir V kvadratı böl 2A ilə A-nı tapsam, V kvadratı böl 2S. Kəmiyyətləri yerinə qoyuram. V-nin yerinə 4 kvadratı 16, 2S də 2 vur 2, 4. Təcil oldu 4. Təcil 4-dür. İpdə yaranan gərilməni tapmalıyam. Burada ip deyiləndə, məsələn, buradakı ip yoxsa buradakı buna diqqət, bunu verilməlidir. Qəbula düşsə veriləcək. M1 aşağı düşdüyünə görə, çünki M1-in kütləsi böyükdür, həm də aşağı enir deyir. Endikdə. M1 aşağı düşdüyünə görə yazıram T1 bərabərdir. M1 vuraq J çıxılsın A. M1-in yerinə 1 kiloqram, J çıxaq A-da 10 çıxaq 4. Cavab olur 6. Əgər burada T2-ni tapası olsaydı, T2 T1-ə bərabər olardı. Onu da tapmanın qaydası ya M2 vuraq J üstəgəla yazardım. Çünki bu A təci ilə yuxarı gedir.
Ya da hər ikisini tapmaq üçün 2m1 m2 bölək m1 üstəgəl m2 düsturu ilə gedərdik. Deməli verilənlərə baxdıq. S, V verilib. Buradan A-nı tapdım. Gərilməyə keçmək üçün A-nı tapdım. A bərabərdir. V kvadrat bölü 2S. Yəni təcilimiz 4-dür. Və yuxarı yönəlmiş təcillə getdiyinə görə bunu J üstəgəl A kimi, üzr istəyirəm, aşağı yönəlmiş təcillə düşdüyünə görə J çıxılsın A kimi yazdım. 32. Bu 32-ci sualda verilənlərdə belə bir səhvlik var. Kütləni 200 yox 20 kiloqram verməlidirlər. Çünki əks halda faydalı şəmsalı 100%-dən çox olur. Bizə deyir ki, lincin köməyi ilə 20 kiloqram kütləli olan cismi bərabər sürətlə 30 sm hündürlüyə qaldırılır. Bu zaman lincin uzun qolu 400 Newton qüvvə tətbiq edilir. Faydalı şəmsalını hesablayın. Ümumiyyətcə faydalı şəmsalının düsturu eta bərabərdir. A faydalı bölünsün A tam vurulsun 100%'dir. Faydalı işin yerinə MJ tamın yerinə F vurulsun 100. Kəmiyyətləri yerinə qoyuram. Kütlə 20 vurulsun 10. Deməli, nə qədər hündürlüyə qaldırılıb? 0,3. Aşağıda isə F 400-dür. Vurulsun 0,2. Vurulsun 100%. Buradan 2 0 ixtisar getdi. 0,2 ilə bunu aparanda burada qalır 10. Məxrəcdə 4, yuxarıda 10 vur 0,3, 3 vuraq 100. Yəni cavab 75%-dir. Yenə qeyd edim, bu sual əslində burada verilməməlidir. Mexaniki iş mövzusunda faydalı şəmsalın ayrıca keçəcəyin. Faydalı işin düsturu əksər hallarda MCH-dır. Tam iş isə F vurulsun L-dir. Və tam faydalıdan böyük olur. 33. Kütləsi 50 kiloqram olan cisim bloklar sisteminin köməyi ilə 10 saniyə ərzində sabit sürətlə qaldırılarkən potensial enerji nə qədər dəyişər? Birinci burada deməli yükü 50 kiloqram olan cisim bloklar sisteminin köməyi ilə 10 saniyə qaldırılır. İpin sərbəst uzunluğu sürəti 2 metr bölək saniyədir. Öncə burada yükün sürətini tapaq. Niyə yükün sürətini axtarıram? Çünki 33-cü sualda bizə deyir potensial enerjisi nə qədər dəyişər? Delta Y potensial bərabərdir mg h yükdür. Və burada h yükü tapanda h yük bərabərdir V yük vurulsun T'dir. V yük bərabərdir. V bölünsün 4. Niyə? Çünki sistem 4 dəfə qazanc verir. İpin sürəti 2-dirsə bunu 4-ə bölürəm. 0,5. Gətirib yerinə qoyuram. 0,5 vurulsun 10. Cavab oldu 5 metr. Yəni cisim 5 metr yuxarı qalxıb. Ya da belə tapa bilərdik. Tapardıq ki, h ip bərabərdir. 2 vurulsun 10, 20 və burada yük 4 dəfə az qalxacaq. Ona görə h yük bərabərdir. H ip bölünsün 4, 20-ni 4-ə böləndə 5 verir. Tapdıq 5 metri. Gətirib yerinə qoyuram. 50 vurulsun, 10 vurulsun 5. Cavab 2500 oldu. Yəni 10 saniyə ərzində yükün potensial enerjisi 2500 joule dəyişər ya da artar. 34. Kütləsi 30 kiloqram olan cisim blok sistemi vasitəsilə bərabər sürətlə qaldırılır. 3 saniyə ərzində ipin sərbəst uzunluğu yer dəyişməsi 8 metr olarsa, cismin impulsunu hesablayın. Birincisi burada sistemin qazancını tapaq. Sistem 4 dəfə qazanc verir. Cismin impulsunu tapanda 34-cü sualda P bərabərdir M vurulsun V yükdür. İpin sərbəst uzun yerləşməsi 8 metrdir. Buradan V ip bərabərdir. 8 bölünsün 3. V yük bərabərdir. V ip bölünsün 4. 4 dəfə az olacaq ipin sürətindən. 8 bölək 3-ü də 4-ə böləndə bu verəcək mənə deməli 2 bölünsün 3. Gətirib yerinə qoyuram. 30 vurulsun 3-də 2 cavab olur 20. Deməli, öncə ipin sürətini tapdım. İpin sürətini necə tapdım? Bu h ip bölünsün t ilə, yəni 8 bölünsün 3. Sonra buradakı sistem 3 dəfə qazanc, daha doğrusu 4 dəfə qazanc verdiyinə görə v ip bərabərdir 4v yükdür. Buradan v yükü tapanda v ip bölünsün 4 bu ifadə. Buradan tapdım ki, yükün sürəti 3-də 2-dir. Gətirib yerinə qoydum. 35. İpin sərbəst uzu sabit 8 metr bölək saniyə sürətlə hərəkət etdikdə 3 saniyə müddətinə gördüyü işi hesablayın.
Ümumiyyətcə işdə qazanc yoxdur. Tərpənən blokla, tərpənməz blokla fərqi yoxdur. Əgər M kütləli cisim H hündürlüyünə qaldırılırsa, burada öncə H yükü tapıram. H yük bərabərdir. H ip bölünsün 4. Və ipin sürəti 8 metr bölü saniyədir. 3 saniyə qaldırılır. 3 dəfə 8-im yuxarıdakı 8 metr hündürlük. 3 dəfə 8-im 24. 24 də 4-ə bölürəm 6 metr. Yük 6 metr qaldırılır. Və görülən iş A bərabərdir. M, J, H-dır. 40 vurulsun, 10 vurulsun 6. 2400 oldu. 36. Kütləsi 2 kiloqram olan bir cins çubuq bir tərəfindən 2 kiloqram kütləli cisim asılmış, digər tərəfdən A cismi ilə asılmışdır. Sistem tarazlıqdadır. A cisminin çəkisini və T gərilmə qüvvəsini hesablayın. Birinci burada damalara baxanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 damadır. Ağırlıq qüvvəsi tam ortasına tətbiq olunur. Burada bir dənə MJ-ni əlavə edirəm. Və momentlər qaydasına görə MA-nı tapaq. Buradan qollara diqqət eləsəm, buradakı 20 newtondur MJ-yə görə. Buradakı da 20 newtondur. Qol, bunun qolu 1, 2, 3, 4, 5, 6-dır. Ağırlığın qolu 2-dir. MA-nın qolu isə deməli 2-dir. Onda yazıram PA vurulsun 2 bərabərdir. 20 vurulsun 6 üstəgəl 20 vurulsun 2. Bu ifadədən PA vurulsun 2 bərabərdir. 26-ya vurdum 120 üstə də 40 gələndə verədir 160. PA bərabərdir 80. A cisminin çəkisi 80-ə bərabərdir. Və ipin gərilmə qüvvəsi aşağı olan qüvvələrin cəmi olduğuna görə buradan T bərabərdir 20 üstəgəl 20 üstəgəl 80-dir. Cavab olur 120 newton. Yəni bir buradakı 2 kiloqramın MJ-si, bir buradakı MJ 20 ilə 20 40 oldu. Bir də üstəgəl 80 newtonda A cisminin çəkisi toplamda oldu. Deməli 120-yə. Momentlər qaydasına yenə diqqət edirsə, qollar çox önəmlidir. Məsələn, buradakı 20 newtonun qolu 6-dır, amma ortadakı 20-nin qolu 2-dir. Digər tərəfin qolu isə yenə 2-dir. Və bunun momentlər qaydasını belə yazıb, buna görə həll elədik. Beləcə statika mövzusuna əlavə olunan və biraz fərqli olan sualların izahı yekunlaşdı. Davamlı olaraq digər bölmələrdə sizinlə paylaşacağım. Hər birinizə uğurlar arz edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.